Hər kəsə salamlar. Artikellər mövzusunun izahını verəcəm sizə. Artikellər bir neçə bölümdən ibarətdir. Ən birinci onu qeyd edeyim ki, bu mövzu özü ilə bərabər bir çox mövzunu əlaqələndirir. Ona görə tam diqqətli formada öyrənin, özünüzə qeydlər götürün. Çünki bu indi biz hələ dərsin bir hissəsini keçəcəyik. Bu dərs bir neçə bölümdən ibarət olacaq. Artikellərin bölümləri 5 timdə artikel müəyyənliyi ifadə edir. 15 timdə artikel qeyri-müəyyənliyi ifadə edir. Negativ artikel inkarlığı ifadə edir. Possessiv artikel sahibliyi ifadə edir. Demonstrativ artikel işarə edir. Yəni hər hansısa bir şeyi işarə etmək üçün istifadə edirik. Artikellər ümumilikdə isimlərin hallanmasına görə dəyişir. Alman dilində 3 isim hallanması var. Nominativ, akuzativ və dativ. Hal-hazırda biz nominativ dərsinin üzərindən baxacaq artikellərin izahına. Artikellərin dəyişimi dedikdə nə başa düşürük? Artikellərin özü dia, di, das və di olaraq qruplara ayrılır. Dia kişi cinsini göstərir, di qadın cinsini göstərir, das cansızı göstərir. Digər di isə cəmi, yəni pluğalı ifadə edir. Artikellərin dəyişimi, yəni son hərflərinin dəyişimi ilə görünür. Məsələn, dia artiklı den olur, di deya olur və sair. Das artiklı dem ola bilər. Bu ismin hallanmasına görə fərqlənir. Onları keçdikcə hər birində qeyd eləyəcəyik ki, hansı artikl ismin hansı halında necə dəyişməlidir. Ümumiyyətlə, bu artikellı sözlər, yəni isimlər cümlədə hər zaman böyük hərflə yazılır. Yəni, burada biz qeyd etdiklərimizin hamısı böyük hərflə yazılmır. Sadəcə 5 timdə artikellərlə əlaqəli olan sözlərin özü yazılır. Yəni, müəyyənlik bildirən isimlər var. Məsələn də, ana, ata, uşaq, qadın, kitab, yemək, içmək, geyim adları. Belə sözlər isimlər sayılır və onlar cümlə daxilində hər yerdə böyük hərflə yazılır. Burada görürsünüz, bu ifadələri rənglərlə mən göstərmişəm. Bu elə belə rənglər deyil. Almanların özünün yaratdığı bir rəng kodlamasıdır. Bəzi kitablarda, bəzi tapşırıqlarda biz hər sözün artiklını bilməyə bilərik. Ona görə də bizə yardım etsin deyə və əlavə olaraq qabağına dia, didas yazmamaq üçün biz artikelləri rənglərlə göstəririk. Kişi cinsi mavi, qadın cinsi qırmızı, yaşıl cansızı göstərir, sarı isə cəmi göstərir. Bütün artikellı sözlər, yəni əvvəldən dia, di, dasdır, fərqi yoxdur. Cəmlənəndə, yəni larlər hissəsi qəbul etdikdə artikelimiz di olaraq dəyişir. Cəm olduqda, məsəl üçün, müəllim sözünün artiklı kişi cinsində deya lexadır, qadın cinsində di lexindir. Yəni, cinsiyyətə görə artikellarımız dəyişir. Amma bunların hər ikisi də cəmlənəndə artikl diyə keçir və ya das artiklı üçün də bu aiddir. Burada maskulin sözünün qarşısında m yazılır, feminin qarşısında f, noytxum n, sonra pluğalda da p-lı yazılıb. Bunlar bu sözlərin qısaltmasıdır. Lüğətlərdə, bəzi tapşırıqlarda belə uzun yazmamaq üçün baş hərflərini yazırlar. Singular sözü də sığcı olaraq qısaldılması qeyd olunur. Artikellarımız yəni müəyyənliyi göstərir, yəni konkretliyi göstərir. Məsələn, deyirəm ki, adam mənə baxır. Yəni, konkret görürəm ki, bir adam mənə baxır, dəqiq görürəm. O mənə baxır, yəni o adam mənə baxır. Burada bir konkretlik var. Amma indi başqa hissəni keçəcək, 15 timdə artikel. O da qeyri-müəyyənlik ifadə edir. Yəni, hər hansısa bir anlamı daşıyır. Biz, məsələn, bir mövzuya giriş etdikdə, əvvəlcə bir şey haqqında ümumi formada danışırıq. Məsələn, deyirəm ki, bir dostumla danışıram. Bugün mağazada bir paltar gördüm. Bir paltar maraqlı idi, qırmızı rəngdə idi, olduqca baha idi.
Artıq mən onu sizə telefonda şəklini göstərirəm. Siz artıq daha dəqiq bilirsiniz ki, mən hansı paltardan danışıram. Və o biri cümlələrimdə, yəni ki, 2-3 cümlədən sonra artıq bir sözünü işlədərək mən danışıram ki, yəni bir sözünü işlədirdim. Artıq keçəcəm konkretliyi göstərən artikla. Yəni Diyadidasın özünü istifadə etməyə. Çünki siz onu şəkildə gördünüz, o sizin üçün artıq daha dəqiq oldu. Ona görə də biz Diyadidası işlədirik. Ayın, aynı bunlar qeyri-müəyyən artikellardır. Bir sözü kimi tərcümə olunur. Qeyri-müəyyənliyi göstərir. Artikelların özü isə konkretliyi ifadə edir. Ayın ya da aynı nə zaman istifadə edirik? Özündən sonra gələn sözün artiklına görə uyğunlaşır. Bu sözlərin artikelları da elə sözlərin özündə olur. Biz onları özümüzdən, yəni necə gəldi demirik də. Müəyyən hallar var ki, hər sözün özünün artikeli var. Biz ilk başlarda bu artikelları olduğu kimi öyrənib əzbərləməliyik. Çünki qrammatik formada qaydaları var, amma istisnalar çox olduğu üçün ilk başlarda elə yanındakı artikellarla əzbərləyib öyrənmək ən yaxşısıdır. Həmin bu bir anlamını verən, yəni qeyri-müəyyən artikellar deya das artikeli sözlərlə aynı formasında istifadə olunur. Di artikeli sözlərdən aynı olur. Yəni axırına gördüyünüz kimi burada baxın qeyd olunub e hərfi gəlir. Deya dasda heç bir şey əlavə etmirik, amma di artikeli olanda axırı e gəlir. Bu di artikeli həm qadın cinsində belədir, həm də ki, yəni cəmdə də belə istifadə edə bilirik. Sadəcə cəmdə biz bir sözünü istifadə etmirik. Yəni bir sözü ancaq qadın cinsinə aid olduqda istifadə edirik. Çünki bir sözü ilə cəm söz üst-üstə düşmür. Məsələn, burada yazıb. Das sind aynı Kinder. Bu bir uşaqlardır. Bir deyirəm, sonra necə onu cəmləşdirə bilərəm? Ona görə bu uyğun gəlmir. Cəmdə olan sözləri istifadə etmək istəyəndə qarşısında heç bir artikel istifadə etmirik ya da dinin özünü qoyuruq. Yəni ki, beşdimta artikel istifadə edirik konkret artikeldan. Qeyri-müəyyən artikelları cəmdə olan sözlərlə istifadə etmək olmur. Sonra burada belə bir ifadəmiz var. Kain ya da kaynı. Həmin bu kain, kaymı əvvəldə istifadə etdiyimiz başlıq olaraq negativ artikeldir. Yəni inkarlığı göstərən artikeldir. Keçən dərs videosunda biz cümlə quruluşundan bəhs etmişdik ki, sözləri inkar etmək üçün bizə nicht və ya kain lazımdır. Kain artikeli sözləri inkar etmək üçün istifadə olunur. Nicht amma qalan bütün hallar üçün istifadə edirik. Əgər deya das artikeli sözə aid işlədiriksə inkarlığı kain olur. Di artikeli sözə aid istifadə ediriksə bu da kaini olur. Yəni sona bir e gəlir. Burada indi sözlərin, artikellərin bir oxunuşundan da danışaq. Söz sonunda r hərfi var. Buna a eləyirəm. Ona görə oxuyacağım bunu deya. E hərfi uzun i səsini verir. Oxuyuram di. Söz sonunda s olduğu kimi oxunur das. Didəki yenə eyni olduğu üçün olduğu kimi oxuyuram. Bura qədər başqa nə sualınız varsa, mənə kommentlərdə yazarsınız. Mən təzədən yenə sizə izah eləyərəm. İndi o biri səhifədə artıq bizim gördüyünüz kimi nümunə cümlələrimiz var və burada tapşırıq var. Bir yerdə bunu eləyək və siz o biri səhifədə də artıq bunun cavablarını da görəcəksiniz. İlk öncə bura qədər videonu saxlayın, bu sözləri özünüzə qeyd eləyin, bir-bir tərcümələrini öyrənin, yazın. Ondan sonra tapşırığın izahatını bir də baxın. Çünki sözləri bilmədən, tam başa düşmədən, tam tapşırığı anlamaq olmur. Ümumiyyətlə bu dərsin əsası həmin bu artikeli sözlərin artikellarını bilməkdən keçir. Biz ilk başlarda bunları tam doğru formada öyrənə bilmərik. Siz dəfələrlə, günlərlə bunları əzbəri öyrənməlisiniz. Ancaq narahat olmayın. Zaman keçdikcə, cümlə daxilində istifadə etdikcə siz bunları yadda saxlayacaqsınız. Yəni bir növ vərdişə çevriləcək artıq. Necə ki, məsələn, ata sözünün fat olduğunu bilirsiniz. Onun qarşısında olan artikeldə ona görə uyğunlaşdırıb yadınıza saxlayacaqsınız. Sadəcə artikellər azdır, ona görə də
qarışdırmaq biraz daha tez-tez baş verirdi, amma eyni şeyləri dəfələrlə təkrar etdikcə daha yaxşı yadda qalır. Sonra artikelləri işlətməyimiz üçün xüsusi bir qaydamız yoxdur. Yəni çeşidlənməyə görə də nə zaman deya, di, das işlədi. Ümumi belə deyə bilərik ki, əsl kişi cinsində olan insan anlayışı verən sözlərin artikeli deya olur. Qadın cinsində olan insanların artikeli isə di olur. Qadın cinsində bir istisnamız var. Məsəl üçün, Mädchen sözü var. Gənc qız deməkdir. Onun artikeli dasdır. Baxmayaraq ki, qadın cinsində insan anlamını verir, amma artikeli dasdır. Sonra dasla işlənən insan mənası verən başqa ifadələr də var. Das çünki axı belə deyək də cansıza aid bir ifadədir ümumilikdə desə, amma bunlar insandır. Amma yenə də cansızı ifadə edən artikellara sahibdirlər. Təbii ki, biz bunu sorğulamırıq, niyə belədir? Yəni, bu onların qaydasıdır. Xüsusi bir, belə deyək də, qaydaları yoxdur. Olduğu kimi sözləri, yanındakı sözlərlə əzbəri öyrənməliyik. İndi hamısını oxuyuram. Der Vater, der Opa, der Junge, die Mutter, die Oma, das Mädchen, das Kind, das Baby. Bu formada artikellərine görə uyğunlaşdırdıq. İndi gəlin cümlələrə baxaq. Der Mann ist alt. Kişi yaşlıdır. Yəni konkret bir kişidən danışıram və onun yaşlı olduğunu deyirəm. Bu cümlədə ist var. Bu sein feilidir. Yəni olmaq feilinin üçüncü şəxsə görə dəyişmiş formasıdır. Die Frau freundlich ist freundlich. Qadın mehribandır. Die Fraudur. Der Mann. Das Kind ist klein. Uşaq balacadır. Burada konkret artikellər istifadə etmişik. Yəni 5 timtə artikel istifadə olunub. Digər cümlələrdə isə artıq qeyri-müəyyən artikellərdən istifadə etmişik. Ein Mann liegt da. Bir kişi orada dayanıb. Burada niyə ein işlətmişik? Çünki der Manndır. Ein o zaman istifadə edirdi ki, der ya da das artikel sözü aid olsun. Ona görə də ein Mann olaraq qeyd etmişik. Eine Frau singt. Bir qadın oxuyur, yəni mahnı oxuyur. Die Fraudur. Ona görə ein sözün axırına e əlavə edirik. Eine. Niyə də onun axırını ı ilə oxuyuruq? Çünki bu bizim fonetik qaydamızdır ki, söz sonunda e hərfi çox vaxtı ı kimi oxunur. Die Kinder spielen. Uşaqlar oynayır. Burada cəmdə ona görə di işlənib. Hier ist keine Schule. Burada artıq inkarlıqdan istifadə edirik. Die Schule da məktəb deməkdir. Mən demək istəyirəm ki, burada məktəb yoxdur. Ona görə də keine olaraq istifadə edirəm. Yəni, kein'in axırına e gəlir. Das ist kein Problem. Das Problem, bu problemdir. Artikel dasdır. Bu problem deyil demək istəyirəm. Das olduğu üçün də kein istifadə edirəm. Axırına e hissəsi gəlmir. Das ist kein Hund. Bu bir itdir. Der Hund olduğu üçün kein Hund olaraq qalır. Sona e hissəsi əlavə olunmur. İndi burada tapşırığa baxaq. Nə etməliyik? Bir nümunə də verilib. Das ist ein Pullover. Pullover yun kofta, yun kofta deməkdir, köynək. Bu bir yun köynəkdir. Yəni hər hansısa bir yun köynəkdən danışırıq. Artikel deyadır. Ona görə də ayndan istifadə edirik. Buradakı sözləri bu tərzdə das ilə başlayaraq cümlələrdə qurub işlədəcəyik. Əgər biz cümləyə das ilə başlayırıqsa, bu artikel das deyil. İşarə mənasını verən bu sözüdür. Yəni bu artikel anlamını vermir. İşarə mənasını verir. Bu, məsələn, bir şalvardır, bu bir köynəkdir, bu tərzdə. İndi gəlin buradakı sözləri isə tərcümələrini deyim, onları özünüz üçün qeyd edin. Sonra hazır cümlə formasında necə yazılmalıdır, onlara baxaq. Das Kleid qadın libası deməkdir. Die Hose şalvar, die Jacke jaket, die Mütze papaq, der Rock ətək, das Hemd uzunqol köynədir kişilər üçün, die Socke corab, der Schal şərf, der Handschuh
isə əlcək deməkdir. Sonra digər tapşırıqda nə etməliyik? Yenə eyni tərzdə, sadəcə bu səfər cümləni sual cümləsinə çeviririk və həmin cümlədə inkarlıqla cavab veririk ki, məsələn, ist das ein Pullover? Bu bir yun köynəkdir. Cavabda deyirik ki, nein, das ist kein Pullover. Xeyr, bu bir pullover deyil, yəni yun köynək deyil. Buradakı sözlərə baxaq. Das Hemd uzun qol köynək kişilər üçün, die Hose şalvar, der Schal şərf, das T-shirt qısa qol köynək, yəni futbolka, die Jacke jaket, nazik üst geyim anlamını verir, pencək, der Rock ətək, die Mütze yumşaq papaq deməkdir, der Mantel palto, das Kleid qadın libası, don, der Schuh ayaqqabı, amma bir ədəd ayaqqabı anlamındadır. Ayaqqabılar olacaq Schuhe. Artiklı die olur. Sözün daxilində bir e hərfi əlavə olunur. Schuhe. Die Socke corab, der Handschuh əlcək, die Bluse uzun qol, bir qadın üçün olan köynək anlamını verir. İndi həmin cümlələrin, yəni bu tapşırığın cavab halında necə olacaq, onlara baxaq. Das ist ein Kleid, bu bir paltardır. Das ist eine Hose, bu bir şalvardır. Das ist eine Jacke, bu bir jakettir. Das ist eine Mantel, bu bir paltodur. Das ist eine Bluse, bu bir köynəkdir. Das ist ein T-shirt, bu qısa qol köynəkdir. Das ist ein Schuh, bu bir ayaqqabıdır. Das ist eine Mütze, bu bir papaqdır. Das ist ein Rock, bu bir ətəkdir. Das ist ein Hemd, bu bir köynəkdir. Das ist eine Socke, bu bir corabdır. Das ist ein Schal, bu bir şərfdir. Das ist ein Handschuh, bu bir əlcəkdir. Şal, desən orada səhv dedim, üzrlü sayın. Das ist ein Schal, bu bir şərfdir. Digəri də əlcək deməkdir. İndi burada aynlara yenidən diqqət eləyək. Das artiklı sözlə aynı istifadə etmişik. Di artiklı sözlə aynı istifadə etmişik. D artiklı sözlə də yenə də aynı istifadə etmişik. Yenə deyirəm ki, bu cümlələr dasla başlayır. Çünki bu işarə mənasını verən söz kimi çıxış edir. Artikl anlamını daşımır. Və biz burada bir şeydən danışdığımız üçün bizim hərəkətimiz istlə ifadə olunur. Əgər çox şeydən danışsaydıq, o zaman zani feilinin cəmi aid olan versiyası zinddən istifadə edəcəkdik. İndi digər tapşırığa uyğun olan cavablara baxaq. Sual formasında və inkar formasında necə olacaq? Ist das ein Hemd? Nein, das ist kein Hemd. Bu bir köynəkdir. Xeyr, bu bir köynək deyil. Ist das eine Hose? Bu bir şalvardır. Nein, das ist keine Hose. Xeyr, bu bir şalvar deyil. Ist das ein Schal? Bu bir şərfdir. Nein, das ist kein Schal. Xeyr, bu bir şərf deyil. Ist das ein T-shirt? Bu bir köynəkdir. Xeyr, bu bir köynək deyil. Nein, das ist kein T-shirt. Ist das eine Jacke? Bu bir jaketdir. Xeyr, bu bir jaket deyil. Nein, das ist keine Jacke. Ist das ein Rock? Bu bir ətəkdir. Nein, das ist kein Rock, xeyr, bu bir ətək deyil. Ist das eine Mütze? Bu bir papaqdır. Nein, das ist keine Mütze. Xeyr, bu bir papaq deyil. Ist das ein Mantel? Bu bir paltodur. Xeyr, bu bir palto deyil. Nein, das ist kein Mantel. Ist das ein Kleid? Bu bir dondur. Nein, das ist kein Kleid. Xeyr, bu bir don deyil. Kleid don demək idi. Ist das ein Schuh? Bu bir ayaqqabıdır. Nein, das ist kein Schuh. Xeyr, bu bir ayaqqabı deyil. Ist das eine Socke? Bu bir corabdır. Nein, das ist keine Socke. Xeyr, bu bir corab deyil. Ist das ein Handschuh? Bu bir əlcəkdir. Xeyr, bu bir əlcək deyil. Nein, das ist kein Handschuh. Ist das eine Bluse? Bu bir köynəkdir.
Nein, das ist keine Bluse. Xeyr, bu bir köynək deyil. Əvvəlcə bu dərsi tam yaxşı başa düşməyimiz üçün ən azından 3-4 dənə söz üzərindən əzbərə bilməlisiniz ki, o sözlərin artiklı nədir və onu necə cümlədə işlətməlisiniz. Sonrakı işiniz burada ancaq həmin bu artiklı sözləri artikelləri ilə birlikdə öyrənməkdir. Məndən sizə kiçik bir məsləhət, sözləri mövzular üzrə qrup halında öyrənin, qarışıq öyrənməyin. Məsələn, bir 3 gün özünüzə zaman ayırın, ancaq geyimləri öyrənin. Digər 3 günü yemək, içmək, digər günləri məsələn hava şəraitinə aid sözlər, digər günləri hobbilər. Belə mövzu öyrənin ki, qarşılıq olmasın. Yəni bilin ki, ən azından məsələn 3 dənə mövzudan ən azı 20-25 dənə dəqiq formada artikelləri ilə söz bilirsiniz ki, sonrakı zamanlarda cümlə qurmaq istəyəndə sizə rahat olsun. Ona görə də sözlərin artikelləri ilə öyrənməyə elə indidən başlayın. İlk öncələri sizə deyirəm, yenə də çətin olacaq, amma narahat olub əhvalınızı korlamayın. Sadəcə gündəlik olaraq bu artikelli sözləri təkrarlayın və öyrəndikcə də artıq bu formada kiçik də olsa cümlələrdə qurub düzgün formada istifadə etməyə çalışın. Dərsimiz bu qədər. Təbii ki, bu dərsin sonu deyil. Artikellərlə bağlı hələ bizim bir neçə dərslərimiz olacaq. Gələn videolarda görüşənədək sağ olun, özünüzə yaxşı baxın. Tschüss, auf Wiedersehen. Macht's gut.